Ruzu məhşərdə yəqin cənnət-i məvanı tutar. Zikri zəhranı edən kəslər üçün uqubada Həzrəti Heydər əlində meyi səhbanı tutar. Bir əmanətdir hədis Həzrəti Peyğəmbərdən, əhl-i beyt aşiqinin əcri bu dünyanı tutar. Kim ki Mövla tutub ol şir xudanı özünə, elə bilsin ki, rəh-i xaliq-i yektanı tutar. Azər-i zar kimi bəndə-i şərməndə olan, ruz məhşərdə gedib damən-i Mövlanı tutar. Bayramınız mübarək olsun. Mən hamınızı salamlayıram, təşəkkür eləyirəm şeyxə, sizlərə dəvətiniz üçün, sevginiz, məhəbbətiniz üçün. Buradakı iştirak eləyən əqidə bazı qardaşlarımızı salamlayıram. Allah üzümüzə gələn günləri daha da xeyirli eləsin inşallah. Şeyx buranın qaydasını, qanunun bilir. Özü birinci danışdı, işıqlar yanırdı, yaxşı idi vəziyyət. Biz düşdük qaranlığa, ancaq ki, yəqin ki, səsim çatır da, Allah rəhmət olsun Əli Fəhmiyə, onun bir dənə sözü var idi, deyir, qulağı özünə saxla, mənə gözünlə qulaq asın. Əsas odur, gözümüzlə qulaq asaq bir-birimizə. Mövzu ki, ilahi hakimiyyətdir. Mən bir şey istəyirəm, nəzərinizə çatdırım ki, 14 məsumun fəaliyyətini 3 yerə bölsək, Peyğəmbərimizdən ta ki, İmam Hüseyn əleyhissalama qədər dini təhrifatla mübarizə hissəsidir. Yəni, dini təhrif eləmək istəyirdilər. Dini dəyişdirmək istəyirdilər. Çünki Hz. Peyğəmbərlə əvvəl başladılar sözlə mübahisə aparmağa, mübarizə aparmağa, sözlə. Ona məcnun dedilər, şair dedilər, cadugun dedilər, cindar dedilər, nə qədər sözlər var idi. Dedilər ki, bəlkə nüfuzunu sala bildilər aşağı, bacarmadılar. Başlandı fiziki təhdid. Vurdular, döydülər, söydülər, bu da alınmadı. Və məcbur elədilər ki, hicrət eləsin, o yerdən köçsün. Bu proseslər gedə-gedə iş böyüdü, gəldi, çıxdı nəyə? Müharibələrə. Və başlandı müharibə. Yenə də nə eləmədilər? Müvəffəq olmadılar. Diqqət elə, müvəffəq olmadılar. Və sonda nə ilə barışdılar? Bu işlə barışdılar ki, bu dünyanı tutub qalmayacaq ki, axır bir gün gedəcək də. Bu gedəcək, necə ki, digər peyğəmbərlər getdilər və dinləri təhrif oldu. Çünki adama sual verərlər, Allah birdirsə, niyə bu qədər din var? Əgər din Allahındırsa, niyə bu qədər çoxluq var? Bu ondan irəli gəlir ki, Həzrəti Peyğəmbərin möcüzəsi özü gedəndən sonra qaldı. Quran və Əhl-i Beyt tək Qurandır, Həzrəti Peyğəmbərin möcüzəsi. Həm Qurandır, həm Əhl-i Beytdir. Özü gedəndən sonra bu möcüzə qaldı. Və ona görə də, bu iş üçün Qədərxan bayramı üçün deyirlər ki, artıq kafirlər nə oldu? Məyus oldular bu dindən. Əlləri üzüldü, fikirləri başqa idi. Bu əslində geniş mövzudur, amma biz 14 məsumun fəaliyyətini o 3 hissəyə ki bölürdük. İmam Hüseynin Kərbəlasına qədər mübarizə gedirdi kafirlərlə və münafiqlərlə, neyin üstündə? Dini təhrif etməsinlər. Şeytanın bu işdə, yəni, əməli böyükdür, çoxdur. Çox işlər görür bu barədə.
Çünki birbaşa inkar elətdirmir. Ona oxşar ondan zəifini sənə təqdim eləyir ki, yavaş-yavaş tənəzzülə uğratsın səni. Ona görə din təhrif olmamalı idi. Bu Kərbəlada İmam Hüseynin qanı ilə möhürləndi. Artıq bu məsələ həll oldu. Ta ki İmam Səccad əleyhissalamdan Musa-i Kazımə qədər Salli əla Muhammed və Ali Muhammed və accil faraca. Ya Allah. O dönəm adlanır o məarif. Məarif. Bayaq qeyd olundu ki, İslam məarifi, mərifətullah, əslində dini tanımaq, din nədir? Din yəni insanın həyatının Allah istədiyi kimi nizamı. Tək insanın bəşəriyyətin Allah istədiyi kimi nizamı. Din kənar bir şey deyil, din bizim yaşayışımızdır, aldığımız nəfəsdir, qurduğumuz münasibətdir, tanışdığımız sözlərdir, bizim baxışımızdır, eşitməyimizdir. Bunlar hamısı ilahi rəngin altında olmalıdır. Necə ki, əmr gəlir ki, sıbqətəllah, ilahi rəngə boyanın. İnsanın həyatı ilahi rəngidə olmalıdır. Sənin namazınla dostdaşlığına oturub elədiyin söhbət eyni olmalıdır əslində. Yəni, ikisində də ibadət olmalıdır. Formaları başqadır. İbadət iki cürdür. Canlandır, mallandır. Canla ibadət namazdır, oruçdur. Malla ibadət xumsdur, zəkatdır. Həcc kamil ibadətdir. Həm malla, həm canla. O da var, bu da var. Və ondan sonra yerdə qalan ki, o 5 maddə var, onda bir konkretlik yoxdur. Yeri gələndə can, yeri gələndə mal. O baxır, sənin o baxışı var, təfəkkürə. Bugün nəyə ehtiyac var? İmam Hüseyin əleyhissalam birindən istədi ki, gəlsin cihada. Dedi ki, mən sənə atımı verim, qılıncımı verim, amma özüm gəlməyim. Dedi, yox, sənin burada mal dövlətdən getmir söhbət. O baxır, hansı vəziyyətdə, Seyyid Əzim demiş ki, hər adəmin yeri var, hər yerin öz adəmi var, baxır, hardan nə vermək lazımdır. Və sonda İmam Rıza əleyhissalamdan ta bu günə qədər o kəsim, o vaxt həmin o ilahi hakimiyyətdir. Əvvəl gördünüz, möhkəmlədir ki, təhrif olmasın, qanunlar, nəzəriyyə düzgün olsun. Ondan sonra artıq İslam məarifi, yəni nə, hər işin öz mütəxəssisi bayaq qeyd olundu. Məndən öncə danışan dəyərli qardaşlarım bunların hamısını ətraflı qeyd elədi. Hər işin öz mütəxəssisi. O yaponlardan soruşublar ki, siz necə belə inkişaf elədiniz? Dedi, bizdə hər öz işi ilə məşğul olduğuna görə. Amma bizlərdə dilləndirirsən, taksi şofördür, siyasətdən danışır, nə bilim, elektrikdir, həkimlikdən danışır. Yəni, öz sahəsindən başqa hər bir sahədə əlləməlik eləyirlər. Amma dilləndirirsən öz sahəsini, orada bir şey deyil. Bu, məarif belə bir şeydir ki, hər sahədə kadr çatışmazlığı var, düzgün kadr seçimi. Bu şərtdir. Dəfələrlə imamlara deyiblər ki, bu qədər adamımız var, niyə qalxmırsınız, niyə qiyam eləmirsiniz? Deyiblər ki, o kifayət qədər kadrımız yoxdur. Həmişə əziyyət çəkiblər bu sahədə. Və artıq ilahi hakimiyyət məsələsini isə İmam Rıza əleyhissalamdan üzü bu yana bu fəaliyyət bunun üzərindədir ki, insan əgər Allahın yaratdığı bir məxluqdur, bunu qəbul ediriksə və qanunlar da ən ali qanunlar Allah tərəfindən qoyulur, bəli, və idarə etmə də nə olmalıdır? Allah tərəfindən seçilən adamdan olmalıdır. Deyir, məsirət müşəxxəs, əmirət müşəxxəs, nəkun dəldələydil, bezəndil bədərya. Yol göstərənin də bəlli, yolun da bəlli, seçilib. Da ürəyi ora bura niyə vurursan, üzvü dəryaya vur da. Əgər sənin
bağlandığın bir insan həqiqətən Allahın seçdiyi insandırsa, bəli, artıq sən burada heç nə itirmirsən. Siffeyn döyüşündə idi, Əli əleyhissalam atın üstündə mürgüləyirdi. Gəldi döyüşçülərdən biri dedi ki, hücuma keçmək vaxtıdır, gördü Əli əleyhissalam mürgüləyir. Deyir, ki, bu nə rahatçılıqdır, atın üstündə müharibədir, bu saatda mürgüləmək nədir? Dedi, nə itirdik ki biz? Ölsək şəhidik, qalsaq qazı. Niyə narahat olmalıyıq? Dünya elə bir varlıqdır ki, imtihanlarla doludur, enişi var, yoxuşu var, istisi var, soyuğu var, çoğunu var, dolusu var. Bu dünyada salamat qalmaq üçün ancaq qırılmayan bir ipdən möhkəm yapışmaq lazımdır. Onu da Allah Teala bizə verib. Bu bayram həmən o məsələnin bayramıdır ki, artıq kafirlər məyus oldular. Artıq vacib deyil ki, əslində vacib idi, Əli əleyhissalam xəlifə olmasa da belə bu nəzəriyyə qaldı hər kəsin qəlbində. Bu düzgün təfəkkür varsa, o bilir hansı qapını döymək lazımdır. Əli əleyhissalamın qapısını göstərdi Peyğəmbər ki, bu qapını döyün. Burada bu məsələ ab-ı havasından da görsənir. Qədirxum elə bir yerdir ki, yol ayrıcı, gün vurur başlarına. Heç bu məsələdə Peyğəmbər deyərdimi ki, ay cəmaat əlini sevin. Adama deməzlər heç hənanı yerdir. Yəni, bu nə məsələdir? Və ələl xüsusda ərəblərin arasında. Hansı ki, o ərəblər ki, hələ bir şey axtarırdılar ki, ələ salsınlar. Bütün məsələləri deyəndən sonra Əli əleyhissalamı ünvan verdi və Allah ki, ona əmr eləmişdi ki, bəlliğ, çatdır. Çatdır ha, özü də rəsmi. Ya ayyuhər Rasul. Artıq burada, ay mənim bəndəm, filan, bu yox ha. Ey mənim elçimsən, elçisən, sənin işin bir məsələ var ki, deyər qul, deginəm. Qəbul eləyir, eləsin, eləmir, özü bilə. Bir də var bəlliğ, çatdır ginəm. Demək başqa şeydir, çatdırmaq başqa. O çatdırmaq üçün Həzrəti Peyğəmbər başladı, İslam necə başladıq, necə elədik, ta ki gəldi. Sonda deyir ki, sizə Mövla Əlidir, mən bu yolu boşuna qoymaram, Allah deyir. Çünki din mənimdir. Peyğəmbər Abdullahın oğlu olmasaydı da Allah dinini hansısa bir başqa Abdullahın oğlu ilə tətbiq eləyəcəkdi. Və həmsinin də onun qorunmağı Əbu Talibin oğlu olmasaydı başqa bir adamın oğlu ilə. Amma bunlar seçildi, bunlar oldu. Və bunlar bizim yol göstərənlərimizdir. Bunlar o kəslərdir ki, bəli, kimə ki, mən Mövlayəm, Əli onun Mövlasıdır. Əli deyir ki, mən Mövlayəm, Həsən onun Mövlasıdır. Və sona qədər ki, sonuncu da deyir ki, mənim nümayəndələrim var. Və işi mütəxəssisindən soruşarlar. Yaxşı, bir məsələ var axı. Axı din hər sahəni əhatə eləyir. Konkret bir yeri yox. Diqqət edin, konkret bir sahəni yox. O adamlar İslamın düşməni oldular ki, onlar dini ayırdılar başqa sahələrdən. Din bizim bütün sahələri neyniyir, əhatə eləyir. İqtisadi həyatımızı, fərdi həyatımızı, ictimai həyatımızı, harda varıqsa orada ilahi rəng olmalıdır. Allahın dininin altında olmalıdır bu. Allahın dini bu o demək deyil, ancaq gedəsən məscidə namaz qılasan filan yox. Xeyr, sənin yaşayışın din olmalıdır. Və həmən yaşayışda sənə yol göstərən adamı bugün Allah əmr eləyir Peyğəmbərə ki, seçmişəm bunu xəbəri cəmaata çatdır. Və əgər çatdırmasın və in ləm yəfəl. Artıq nə olur? Risalətün, misyon tamamlanmır.
Missiya tamamlanmalıdır. Sən sonuncu peyğəmbərsən. Sənin dinin qiyamətə qədər qalmalıdır. Qiyamətə qədər davam eləməlidir. Və həmən davamiyyət üçün kimlər lazımdır? Hidayət edənlər lazımdır. Sən sözü demisən, olarsa bəndələrin əlindən tutub aparıb çatdırmalıdır. Əgər belə olmasa onda din niyə gəldi ki? Ona görə İslam dini digər dinlərdən mükəmməldir, dəlillidir, sübutludur. Burada təfəkkür var, burada məntiq var. Digər dinlərdə bu yoxdur. Və ona görə də dini hələ dini eləyən qədərxundur. Çünki o olmasaydı yarımçıq qalacaqdı. O olmasaydı indi sadəcə var və biz bu nemətdən istifadə edirik deyə bizə adi gəlir bu məsələlər. Əslində bunun üstündə İmam Hüseyin əleyhissalam ailəsini qurban verir. Ki nə var ondan sonra ki ümmət neynəsin? O həqiqəti bilsin. Bir şeyin mahiyyəti haçan bilinir? Sən ondan istifadə eləsən mahiyyəti bilinir də. Bir xırda bir çipdir məsəl üçün, bunun üçün milyardlar xərcləyirlər. Mənim başım çıxmır, mənim üçün bir qiyməti yoxdur. Amma bilsəm ki, bu nə məsələdir, insan əgər bilsə ki, din onun həyatında nədir? Ona görə Əli əleyhissalam deyir ki, Allah rəhmət etsin, o kişiyə bilir hardadır, hardan gəlib, hara gedir. Biz düşmüşük bu dünyanın rəngarəngliyinə, aldanmışıq. Rəngə başımız qarışıb, Seyyid-i dili ilə desək, aləmi pürü cavan oldu, müqəyyəd rənglə. Ol səbəbdəndir olub, ey dost, əsma müxtəlif. Biz aldandıq bu rəngarəngliyə, dünyaya, başımız qarışdı, amma hardan gəlib, hara gedəcəyimizi düşünə bilmədik. Din bizə hər dəfə bunu xatırladır. Bil ki, bunlar keçicidir. Bir dənə əbədi səadət var, əbədi həyat var. Yollar da çoxdur, amma yolların əsas mayakları var, o göstərən adamlar var o yolları ki, gəzməyi könlüm quşi qafil fəzai eşqidə, üçün bu səhranın güzərgəhlərdə min səyyadı var. Əgər yolu bizə göstərən olmasa, biz bu yollarda azarıq. Allah bizi bu yolda müvəffəq qərar versin inşallah. Allah bizi Əhl-i Beytdən ayırmasın. Allah sizləri də dünya, ahirət saadətinə qovuştursun inşallah. Peyğəmbər və Əhl-i Beytinə səlavat deyin. Allahümme səlam. Teşekkürümüzü bildiriyoruz ya. Allah razı olsun. Güzel değerli söhbətlər üçün. İndi isə çıxış üçün